Miyelit nə zaman sağalır? Miyelit xəstəliyi keçirən bir çox insanın ən çox verdiyi sual mən nə zaman sağalacağam? Əslində hər kəsə verilən eyni cavab yoxdur. Çünki bu proses iltihabın ağırlıq dərəcəsindən, müalicəyə nə tezlikdə başlanılmasından və onurğa beyninin nə dərəcədə zədələnməsindən asılıdır. İlk yaxşılaşmalar bir neçə həftə sonra hiss olunsa da, lakin sinir sisteminin bərpası yavaş gedən bir proses olduğuna görə bəzi pasientlərdə 3-6 ay, bəzilərində isə 6-12 ay və daha uzun müddət bu davam edə bilər. Bəzən isə simptomlar, yəni əlamətlər qala bilir. Zəiflik, gücsüzlük, hissiyat pozğunluğu, sidik ifrazında çətinlik kimi. Amma bu o demək deyil ki, bərpa dayanıb. Doğru düzgün reabilitasiya, fizioterapiya və həkim nəzarəti ilə bu proses yavaş da olsa davam edir. Əgər siz də miyelit xəstəliyi keçiribsinizsə, İlk növbədə səbirli olmalısınız və reabilitasiyanızı davam etdirməlisiniz. Çünki sinir sistemi bərpa olunur, lakin ona zaman lazımdır.